Bugün işə gedirik, müəyyən saat işləyirik, fasiləyə çıxırıq, məzuniyyət götürürük və təhlükəsiz iş şəraiti tələb edə bilirik. Bunların çoxu bizə adi görünür. Amma bir əsrdən bir qədər əvvəl bunların heç biri adi deyildi. Əmək hüquqlarının necə yarandığını göstərən ən sarsıdıcı hekayələrdən biri Londondakı bir kibrit fabrikindən başlayır. Burada çalışan gənc qadınların işi sadəcə kibrit hazırlamaq deyildi. Onlar hər gün sağlamlıqları üçün təhlükəli olan maddə ilə təmasda idilər. Nəticə isə o qədər ağır idi ki, xəstəlik insanların çənə sümüyünü məhv edirdi. Həmin qadınlar bir gün qərar verdilər. Artıq susmayacaqlar. 1888-ci ildə Şərqi Londonun Bow rayonundakı Bryant and May kibrit fabrikində çalışan qadınlar tətilə çıxdılar. Onların tələblərinin arxasında sadə, amma o dövr üçün böyük bir fikir dayanırdı. İşçi insan kimi davranılmasını istəyirdi. Fabrikdə qadınlar uzun saatlar işləyir, aşağı maaş alır və sərt qaydalarla üzləşirdilər. Amma əsas təhlükələrdən biri istehsalda istifadə olunan ağ fosfor idi. Bu maddə ilə uzun müddət təmas fosfor çənəsi kimi tanınan ağır xəstəliyə səbəb ola bilirdi. Xəstəlik dişlərdən və diş ətlərindən başlayır, daha sonra çənə sümüyünə qədər yayıla bilirdi. Ağır hallarda sümük toxuması ölürdü. Yəni insan sadəcə işlədiyi üçün öz bədənini itirə bilərdi. Bu vəziyyətə etiraz edən qadınların arasında Sarah Chapman da vardı. Onların tətili cəmiyyətin diqqətini fabriklərdəki əmək şəraitinə yönəltdi. Əvvəllər ayrı-ayrı işçilərin problemi kimi görünən məsələ artıq ictimai müzakirəyə çevrildi. Amma bir neçə günlük etirazla təhlükə aradan qalxmadı. Ağ fosforun istifadəsinin tam dayandırılması üçün daha uzun mübarizə lazım idi. Nəhayət 1908-ci ildə Britaniya parlamenti ağ fosforlu kibritlərin istehsalını və idxalını qadağan edən qanun qəbul etdi. Parlament müzakirələrində məqsədlərdən biri açıq şəkildə fosfor çənəsi xəstəliyinin qarşısının alınması idi. Beləliklə, fabrikdə başlayan etiraz daha böyük bir prosesin parçasına çevrildi. Bu hadisənin əhəmiyyəti yalnız ağ fosforun qadağan olunmasında deyildi. Əsas dəyişiklik düşüncə tərzində baş verdi. İşçinin sağlamlığı istehsalın sürətindən və sahibkarın qazancından daha vacib məsələ kimi qəbul edilməyə başladı. Əmək hüquqlarının tarixi də məhz belə mübarizələrdən formalaşdı. Bugün Azərbaycan qanunvericiliyində işçinin əmək müqaviləsi, təhlükəsiz əmək şəraiti, istirahət, məzuniyyət və digər hüquqları müəyyən olunub. Konstitusiyanın 35-ci maddəsi əmək hüququnu təmin edir, əmək münasibətlərini isə Əmək Məcəlləsi tənzimləyir. Məsələn, Azərbaycanda normal iş vaxtının müddəti həftə ərzində 40 saatdan artıq olmamalıdır. İşçinin illik ödənişli məzuniyyət hüququ var. İşə götürən təhlükəsiz və sanitariya-gigiyena normalarına uyğun iş şəraiti yaratmalıdır. Heç kim məcburi əməyə cəlb edilə bilməz və əmək münasibətlərində ayrı seçkiliyə yol verilməməlidir. Bunlar bugün qanunda yazılmış adi maddələr kimi görünə bilər. Amma onların arxasında uzun bir tarixi mübarizə dayanır. Dünyada isə əmək hüquqları hələ də dəyişməkdə davam edir. Bəzi ölkələrdə işçinin iş saatlarından sonra işə götürənin zənglərinə və elektron məktublarına cavab verməmək hüququ, offline olmaq hüququ tanınır. Bəzi ölkələrdə 4 günlük iş həftəsi sınaqdan keçirilir. Məsafədən işin geniş yayılması isə işə götürənin internet və digər iş xərclərini necə qarşılaması kimi yeni hüquqi məsələləri ortaya çıxarıb. Yəni, əmək hüququnun tarixi bitmiş tarix deyil. İş dünyası dəyişdikcə işçinin hüquqları ilə bağlı yeni suallar da yaranır. Amma bütün bu dəyişikliklərin başlanğıcında çox sadə bir prinsip dayanır. İşçi yalnız əmək qüvvəsi deyil, insandır. 1888-ci ildə Londondakı kibrit fabrikində tətil edən gənc qadınlar bəlkə də gələcəkdə əmək qanunlarının necə dəyişəcəyini bilmirdilər. Bugün həmin mübarizəyə baxanda anlayırıq ki, əmək hüquqları bizə hazır şəkildə verilməyib. Onlar uzun illər ərzində insanların sağlamlığı, təhlükəsizliyi və ləyaqəti uğrunda apardığı mübarizənin nəticəsidir. Bugün iş yerində sahib olduğumuz bir çox hüququn arxasında vaxtilə artıq bəsdir deməyə cəsarət edən insanlar dayanır. Jale Rövşən, Namiq Abbasov, Today Press TV.